Salam, çox hörmətli və dəyərli VIP maçlığı izləyicilərimiz, bugün sizlərə maçlığı vəzifəsində maçlığı bu zorlu yolun üstündə belə bir şəxsi tikli 3 otaqlı evi tanış edirəm. Gördüyünüz kimi hal-hazırda evimizin həyət hissəsindəyik. Evimizin həyəti genişdir, rahatlıqla 2-3 maşın daxil ola bilər həyətə. Buradan evin həm sol tərəfindən, həm sağ tərəfi keçid mümkündür. Evin həmçinin arxası da keçmək mümkündür. Bütün kommunallar daimidir, qazı, suyu, işığı hamısı var. Burada belə bir üzümlük və ağaclıq olan hissəsi var. Həyətində ayrıca sanitar qovşağı və kladovka kimi istifadə belə bir yeri mövcuddur. Burada isə belə bir kiçik də olsa manqalı var. Evimiz yerdən kürsüldür, pləkanı içəridəndir. İndi inşallah evin içərisi keçəcəm birazdan, göstərəcəm sizə. Keçin evin içərisini tanış olaq. Sən düşdü də. Dəyərli izləyicilərimiz, hal-hazırda gördüyünüz kimi evimizin girəcək olan hissəsindəyik. Burada gördüyünüz kimi yerdən kürsülü evimiz, kombi xətti buradadır, aparatlar hal-hazırda işləv vəziyyətdədir. Evin çardağına buradan çıxış mövcuddur. Bura evimizin koridor olan hissəsidir. Sağda belə bir geniş mətbəxdir. Onu deyim ki, evimiz qoşudaşlandır, cütdaşdır yəni. Burada belə bir yataq otağıdır. Burada belə bir qonaq otağıdır. Burası sonuncu yataq otağıdır. Belə bir geniş yataq otağıdır. Onun deyib istisinin kombidir. Bütün radiatorlara qədər evdə mövcuddur. Son olaraq sanitar qovşağı göstərim sizə. Burada evimizin sanitar qovşağı. Qiyməti gəldi isə gördünüz mü, bu evimizin qiyməti 70 min manat deyilir. Real alıcı təbii ki endirim var. Sənəd isə bələdiyyənin sərəncamıdır. Yerləşmə yeri çox gözəl yazıdadır. Maçlığı bu zonun üstündə bütün marşrut xəttləri M8, 131, 107 evin yaxınlığından keçir. Bu və digər və tanış olmaq istəsəz səhifədə keçilib baxa bilərsiniz. Əlaqə nömrəmiz aşağıda qeyd olunub. Bizi izləməyi unutmayın. Sağ olun.